Değerli 9-cu siniflər, bizdən verilən ifadənin parabolanın təpə nöqtəsinin koordinatlarını soruşur. Yəni, x0, y0 tapacaq. Buradan y bərabərdir 2x kvadrat plus 4x minus 6. İlk öncə a-nı tapın, b-ni tapın və c-ni tapın. Ondan sonra x-in sıfırın düsturu nəyə bərabər idi? Mənfi b böl 2a. Y0 nəyə bərabər idi? Mənfi diskriminant böl 4a. Və salam. X0'ı təyin edək. Mənfi 4 bölünsün 2 vur 2. Yəni mənfi 1. Bizim x0'ımız mənfi 1. Yəni normalda cavablara baxsaq, burada yalnız C variantı qalır. Gəlin y0'ı da tapaq. Mənfi diskriminant, yəni 4ac minus b kvadrat bölünsün 4a. Bərabərdir. 4 vurulsun 2 vurulsun mənfi 6 çıxılsın 4'ün kvadratı. Bölünsün 4 vur 2. Bərabər. Məxrəc 8. Sürət neçə eləyir? Deməli 8, 48, mənfi 48 minus 16. Bu bizə verəcək mənfi 64 bölünsün 8, yəni mənfi 8. Buradan x0, y0 cütünü biz necə tapdıq? Deməli, mənfi 1 və mənfi 8. Yəni C bəndi.